deməlim. Başqa bir işə deyəcəm, amma partlayacaq o. De, salam verirəm Allaha de. İndi de çəkildən nə olur? Salam verirəm Allaha ne deyəcək? Olsa o barədə danışacağım. Allah'ın dostu verəm efendim. Vasif, deyirəm bir dənə söz demək istəyirəm. Bu yaxınlarda başqa bir kanalda başqa bir verilişdə gördüm ki, belə bir mövzu qoyulub ki, ümumiyyətlə, müğənni bir-birinə hörmət eləməyəndə, bir-birini elə bir ki, necə deyim, belə, mən o müğənniyə düşmən ola bilərəm də, yəni başa düşürsən necə? Deməli, mövzu qoyulub ki, müğənniyə qız verə bilərsən və müğənnidən qız ala bilərsən. Deməli, indi qonaqlar gəlib, bir-iki nəfər. İndi biri oturub, qonaq kimdir? Biri yaxşı, yox, neysə də, indi biri yaxşıdır, necə lazımdır, yəni o cavab verdi ki, ona deməkdir, problem yoxdur da, ona deməkdir. Müğənni atadır, necə atadır, nətərdir, nətər ailə başçısıdır, nətər kişidir. Gözəl, təbii ki. Yox, doğrudan da, yox, qulaq as, indi o birisi gəlib, bir iki-üç nəfərə xoş getsin deyə. Mən müğənni olmama çox peşmanam, mən çox peşmanam, mən müğənni olmağıma da peşmanam, müğənni oğluma da qız, müğənniyə də qız vermərəm, çox peşmanam. Cəhənnəmə versin. Yox, bilirsiniz, özünüzə biraz hörmət eləyin, özünüzə biraz hörmət eləyin. Siz bir-birinizə belə deyəndə, sizə adi insanlar görün necə gözlə baxır. Müğənni yaxşı. Kişidir, arvadır, kimdir? Qadındır, qadındır. Deməli, qulaq as, mən şəxsən, kim olursa olsun, yaşından, özündən asılı olmayaraq, kim olursa olsun, yaşından, başından asılı olmayaraq, o cür danışan insanları mən, yəni ki, salam da vermirəm. Yəni, mənim ən pis müğənni mənim canımdır. Onu deməkdir ki, indi bir dəqiqə, ən gözəl ailə başçısı da müğənnidir, ən gözəl ana da müğənnidir, ən gözəl valideyn müğənnidir. Ondan sonra bizim sənət, nə olub ki, bizim sənət, biz odla, közlə, o cür övladlarımızı böyüdürük, övladlarımızı saxlayırıq. Bax, sənin oğlun gör, necə tərbiyəli oğlandır, heç gör, səhnə adamsan, heç gör, məsəl üçün, başqa adamların uşağına, adi insana baxırsan, məsələn, sigaret ağzında, narkoman, amma müğənninin uşağına, Vasifin uşağı indi hazırlıqdan gəlir. Məsəl üçün, amma elə uşaq var ki, qoyursan hazırlığa, istəyirsən milyonun olsun, heç dərs də oxumur. Mən ona görə də deyirəm ki, özünüzə qiymət qoyun. Biraz, akşamda sözlərinizə fikir verin. Əsəbləşmə, mən şəxsən əlimin yanında utandım o xanımın danışığına görə. Xanım döyü də, indi deyibdir. Dedi ki, arvattır. Sindiklərə çıxan mənim İndiklərə çıxan mənim dostum. Olsun da olsun, sənin dostun kim olur olsun, nə olsun? Olsun. Mən sözünü deyən adama toyda da onun özünə dedim. Dedim, sən düzgün hərəkət eləmədin. Danışanda sözlərime fikir ver.